şüphesizdir ki bir gün hakikat parıldayacak. Azatlık esasını, Birleşmiş Milletler prensipini ve insan haklarını tutan taraf galip gelecektir. Bu galibiyet güneşi, Kızıl İstiklal zulmü altında inleyen aziz vatanımızda 1918-28 Mayıs günü yeniden doğacaktır. Buna katiyen şüphe etmeyiniz vatandaşlar. Üç renkli istiklal bayrağını göçlerinde gezdiren buradaki vatan ailesi bizlerden, orada her cüre korku ve tezyiq altında kalpleri istiklal eşkiyle çırpınan azadlık ayrısı sizlere candan selamlar gönderir. 28 Mayıs İstiklal kurbanlarının aziz ruhları huzurunda hürmetle eğilir ve her iki tarafı birleştiren milli büyük hasreti şairin beytiyle dile getiririm. Sen bizimsen, bizimsen, durdukça bedende can, yaşa, yaşa, çok yaşa, ey şanlı Azerbaycan. Her bir insan için onun milli mensubiyeti müəllimlər və şagirdlər. Bugün hər birimiz üçün əlamətlər günüdür. Cümhuriyyətin 100 illiyi və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci il dönümü münasibətilə bura yığışmışıq. Bu münasibətlə hər birimizi təbrik edir, hamımıza azad, müstəqil Azərbaycanımıza layiqli vətəndaş olmağı arzulayırıq.
Salam, hər vaxtınız xeyir olsun möhtərəm qonaqlar, hörmətli müəllimlər, şagird dostlarımız. Bugün bura toplaşmaqda məqsədimiz sizinlə birgə ana vətənimiz, odlar yurdu Azərbaycanımızın şanlı keçmişinə, onun ən qədim dövrlərdən bu günə qədər keçdiyi mübarizə dolu tarixinə kiçik bir səyahət etməkdir. 2018-ci il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənəli qeyd olunması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi sərəncamın icrasında biz də öz öhdəmizə düşən vəzifəni yerinə yetirmək qərarına gəldik. Bugün həm də yeni Azərbaycan memarı, dünya şöhrətli siyasətçi Heydər Əliyevin anadan olmasının 95-ci il dönümüdür. Nadir tarixi şəxsiyyət, görkəmli siyasi xadim Heydər Əliyev 1923-cü il bu günü, yəni may ayının 10-da Naxçıvanda dünyaya göz açıb. Tədbirimizin araya ərsəyə gəlməsində bir səbəb də var. 1945-ci il may ayının 9-u faşizm üzərinə qələbə günü kimi tarixə yazılıb. İndi həmin vaxtdan düz 73 il keçir. Beləliklə tədbirimizi açıq elan edirik. Sen namusum, milletim sen bedenim. Azerbaycan, odlar yurdum benim. Sen namusum, milletim sen bedenim. Sen namusum, milletim sen bedenim. Bir karış torpağlı ocak, iki doğu vateni koruyar. Uğrunda ölen varsa vatan var. Vatan anadır, biz evladıyız. Vatana layık olsak var olar. Çünkü biz bu vatanın adıyız. Azerbaycan, odlar yurdum benim. Sen namusum, milletim sen bedenim. Azerbaycan, odlar yurdum benim. Sen namusum, milletim sen bedenim. Sen namusum, milletim sen bedenim. Vefalı oluyam, vatanların can varlığındır. Ebedi vatana bağlıyam, vatan alın yazım hayatımdır. Uğrunda ölen varsa vatan var, vatan analıdır. Vatana layık olsak var olar. Çünkü biz bu vatanın adıyız. Azerbaycan, odlar yurdum benim. Sen namusum, milletim sen bedenim. Azerbaycan, odlar yurdum benim. Sen namusum, milletim sen bedenim. Sen namusum, milletim sen bedenim. Yüzünden dumanken siliner, seferle yürüyüş ederik biz. Torpalı koruyan seviler, zirvede olacak milletim. Bırakınız, seyredelim, düşünelim, okşayalım şu sevimli üç boyalı üç manalı bayrağı. Mələklərin qanadım üzərimə kölcək olan. Neymiş bu aman? O yurdunun bayrağı. Göy yarpaqlı, alt çiçəkli yaşlı otlar topasmı? Hayır, hayır. Çiçəklər solur, otlar yerdə tapdanır. Fəqət bizim bayrağımız ucaları pək sevir. Yıldızdan, hilaldan da yüksəklərdə fırlanır. Kölgəsində əyilib bir gözəli qutmada, qutuşaraq sevdiyiyle yüksəklərdə uçmada. Şu görünüş bir ananın şəfqətinə oxşayır. Düşündükcə zövqlərimi, vicdanımı oxşayır. Bu ay, yıldız, boyaların qurultayı nə demək? Bizsə belə söyləmək. Şu göy boya, göy Moğoldan qalmış bir Türk nişanı. Bir Türk oğlu olmalı. Yaşıl boya, İslamlığın sarsılmayan imanı,
ürəklərə dolmalı. Şual boya azadlığın təcəddüdün fərmanı mədəniyyət bulmalı. 800 yıldız da 8 hərfli od yurdu. Asarətin gecəsindən fürsət bulmuş kuş kimi səhərlərə uçmuşdur. Şu hilalda bir Türk bilgisi düzgün sevgi nişanı yurdumuzu qutmuşdur. Allah əməllərim edib şu bayrağı intiqal birər doğru olmuş, birə qalmış istiqlal. Ürəyimdə bir dilək var. Ürəyimdə bir dilək var, o da doğru açılsın. O gün olsun, büköy bayraq Turan üstə açılsın, Qarabağda açılsın. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması 1828-ci ilin fevralından etibarən Şimali Azərbaycan Çar Rusiyasının müstəmləkə rejiminə çevrilərək 1917-ci ilin fevral inqilabına qədər onun zülmü altında qaldı. Fevral inqilabından sonra Rusiyanı idarə etmə məqsədi ilə yaradılan müvəqqəti hökumət Cənubi Qafqazın öz təsiri altında saxlamaq üçün xüsusi Cənubi Qafqaz komitəsini yaratdı. Oktyabr çevrilişindən sonra bu siyasi qurum fəaliyyətini dayandırdı. Cənubi Qafqaz siyasətinin qüvvələri Cənubi Qafqaz Komissarlığının adlanan yeni bir hökumət yaratdılar. 1918-ci il fevral ayının 10-da isə Cənubi Qafqaz Seymi fəaliyyətə başladı. Seym Cənubi Qafqazın ali qurumlarının qanunverici hakimi orqanı idi. 1918-ci il may ayının 27-sində Azərbaycan Cənubi Qafqaz Seyminin tərkibindən çıxaraq Azərbaycan Milli Şurası elan etdi və ölkəmizin idarə olunmasını öz üzərinə götürdü. Milli Şuranın sədri vəzifəsinə isə Məhəmməd Əmin Rəsulzadə seçildi. Milli Şura 1918-ci il mayın 28-də İstiqlaliyyət Bəyannaməsi adlanan çox mühüm sənəd qəbul etdi. 1928-də Tiflis Milli Şuranın iclasında Cümhuriyyətin ilk hökuməti təşkil olundu. Hökumət başçısı görkəmli siyasi xadim Fətəli xan Tixoyski təyin edildi. Azərbaycan Xalq Cümhuriyyətinin bütün türk və müsəlman dünyasında dünyəvi təməl üzərində qurulan 3 respublika oldu. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti xanlığımızın tarix dövlətçilik ənənəsinin bərpası işində misilsiz rol oynadı. İndi isə 9-cu sinif şagirdi Əlamdar Mirzəyevin Azərbaycan Xalq Cümhuriyyəti haqqında hazırladığı məlumatı təqdim edir. Dövlət quruluş sahəsində görülən tədbirlər. Azərbaycan Xalq Cümhuriyyəti AXC yarandığı ilk gündən atılan ən önəmli addımlardan biri də rəsmi dövlət dilinin türk dili elan edilməsi oldu.
Parlamentdə və digər hökumət orqanlarında bu dil işlədilir, sənədlərin yazılmasında və imzalanmasında bu dildən istifadə edilirdi. Ən önəmli hadisə dövlət bayrağının və dövlət himninin qəbul edilməsi oldu. Böyük bəstəkarımız Üzeyir Hacıbəylinin və vətənpərvər şair Əhməd Cavadın yazdığı Milli Marş Azərbaycan Xalq Cümhuriyyətinin dövlət himni kimi qəbul edildi. 24 iyun 1918-ci il fərmanına əsasən 8 güşəli ulduz və ayparadan təsvir olunmuş qırmızı rəngli bayraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı elan edildi. Lakin bu bayraq 1918-ci ilin noyabrın 9-da bu bayraq göy, qırmızı və yaşıl rənglə əlavə olunmuş yeni dövlət bayrağı ilə əvəz edildi. Bu bayraqda üç rəng Türk mədəniyyətinin, göy rəng Türk mədəniyyətinin, qırmızı rəng milli müasir demokratiyanın, yaşıl rəng isə İslam sivilizasiyasını təcəssüm etdirirdi. Cümhuriyyət onunla yanaşı 1919-cu ilin avqustun 11-də Azərbaycanlığın və Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul etdi. Qanuna əsasən valideynləri və özləri Azərbaycan arasında doğulmuş keçmiş Rus imperiyasının təbələri Azərbaycan vətəndaşı hesab olunurdular. Onunla yanaşı ilk dəfə olaraq qadınlara kişilərlə bərabərlik hüququ verildi. Maraqlıdır ki, həmin dövrdə Avropanın bir çox ölkələrində qadınlarla kişilərin bərabərlik hüququ hələ rəsmiləşmişdir.
Aziz tamaşaçılar, indi isə gəlin qısa müddət də olsa öz tariximizə birlikdə səyahət edək. Heç kimə sir deyil ki, Azərbaycan qədim insanların yaşayış məskəni olub. Bu torpaqlarda ibtidai insanların yaşaması üçün hər bir coğrafi, təbii coğrafi şəraiti mövcud olmuşdur. Salam əziz tədbir iştirakçıları və əziz qonaqlar. Bugün biz sizə Azərbaycanın qədim tarixi haqqında maraqlı bir hadisə danışmaq istəyirik. Biri var idi, biri yox idi. Qədim Azərbaycan torpaqlarında, Səhəndə şimaldakı torpaqlarında Massaget adlı bir tayfa yaşayırmış. Bu tayfa vətənlərini o qədər sevirlərmiş ki, canlarından belə keçməyə hazırdılar. Massagetlərin əsas məşğuliyyəti maldarlıq idi. Onlar qışda qışlaqlara, yayda isə yaylaqlara köçürdülər. Massagetlər Azərbaycan tarixində dərin iz qoymuşdur. Lakin bir hadisə rəvayətə və əfsanəyə səbəb olmuşdur. Bu hadisə 530-cu ildə baş vermişdir. Həmin vaxt Massagetlərin hökümdarı Tomris adlı bir qadın idi. O müdrik dövlət xadimi idi. Qonşu Fars hökümdarı 2-ci Kir Azərbaycanın cənubdakı torpaqlarını işğal etdikdən sonra Massaget tayfalarını tabi edib onların ərazisini ələ getirməyə çalışırdılar. Məqsədinə nail olmaq üçün Kir hiləyə əl atır. O Tomris'in yanına elçilər göndərərək ona evlənmək təklif edir. 2-ci Kir Tomris'le evlənərək əslində Massagetləri tabi etmək, onların torpaqlarını ələ keçirmək istəyirdi. Ona görə də Tomris 2-ci Kirin təklifini rədd etdi. Salam qəhrəman Massaget. Mən İran şahı Kirin elçisiyəm. Mənim hökümdarım sənin hökümdarın haqqında igidliyi, əzəmətliyi, mətəniyyəti haqqında çox eşitdim. Ona görə də o Tomris'le evlənib, onun torpaqları ilə İran torpaqlarını birləşdirib qüdrətli bir torpaq yaratmaq istəyir. Hökümdar Kir bu şərəfə məni layiq gördü. Bu naməni Massagetlər ölkəsinin başçısına yetirib. Mən sənin sözlərini diqqət dinləyərdim. Əgər sənin hökümdarın anamız Tomris'in qonağı olsaydı, o sizə elə hörmət və diqqət yetirərdi ki, siz onun əzəmətinə və qüdrətinə heyran qalardınız. Ancaq Tomris anamız vətən torpağının bir qarşını bilə yada verməz. Mən sənin gətirdiyin məktubu Tomris anamızı getirəcəyəm. Bu mənim vəzifəmdir. Ancaq bunu bilirəm ki, elimizin anası bu təşrifi rədd edəcəkdir. Tomris məktubu diqqətlə oxuduqdan sonra qəzəb ayağa qalxır və hifslər deyir. Bu nə cürət, bu nə cəsarətdir. Necə yəni İran şahı mənimlə evlənmək, torpaqlarıma sahib olmaq istəyir? Məgər bu torpaq təkcə mənimdir? Bu torpaqlar mənim cəsur xalqıma məxsusdur. O Kir bunu bilsin və anlasın ki, mən torpağımın bir qarşını belə düşmənə vermərəm. Mən də, övladlarım da, qəhrəman Massagetlər də vətən uğrunda ölməyə hazırıq. Bu torpaq bizə ulu babalarımızın əmanətidir. Əmanətə xəyanət olmaz. Sərkərdələrə deyin ki, döyüşə hazırlaşsınlar. Beləliklə 530-cu ildə Araz çayı sahilində Massagetlər və Əhəmənilər arasında döyüş baş verdi. Hilə ilə Massagetləri tabi edən Kir Tomris'in oğlunu əsir götürdü. Əsirliyi qəbul etməyən Tomris'in oğlu Sparkapis özünü öldürdü. Biz bu hadisəni səbəs yerə danışmadıq. Biz sizə göstərmək istəyirik ki, əcdadlarımızın, analarımızın vətən, torpaq sevgisini nəyə qadir olduğunu sübut edək. Göşələrindən biri olan Azərbaycanımızda ilk dövlət hələ yox. Bu barədə məktəbimizin 6-cı sinif şagirdi Dadaşov Əli danışmaq istəyir. Eramızdan əvvəl 2-ci minilliyin ikinci yarısı, 1-ci minilliyin əvvəllərində Azərbaycan ərazisində yaşayan tayfaların həyatında mühüm irəliləyişlər baş vermişdir. Xüsusilə də Cənub vilayətlərində yaşayan tayfaların həyatında mühüm irəliləyişlər baş vermişdir. Manna dövləti Urmiya gölünün ərazisində yaranmışdır. Mannanın paytaxtı İzürtü şəhəri idi. Manna dövləti bir çox vilayətlərdən təşkil olunmuşdur. Mannanın əsas vilayəti olan Zərin vətəni idi. Manna vilayət
vilayətləri qonşu Asur və Ural dövlətlərinin tərəfindən işğal olunurdu. Buna görə də Manna dövləti Asur dövləti ilə müttəfiq güc yaratdı. Ancaq sonralar eramızdan əvvəl 7-ci əsrdə Azərbaycan ərazisində İskit padşahlığı yarandı. Manna dövləti İskitlərlə əlaqələr qurub yaratdılar. Bu əlaqələr Asur dövləti ilə Manna dövlətinə əlaqələrinin pozulmasına gətirib çıxardı. Ancaq sonralar Ulusun hakimiyyətə gəldi və Manna ilə Asur dövlətlərinin əlaqələrini düzəltdi. Eramızdan əvvəl 590-cı ildə Azərbaycan ərazisində Midiya dövləti yarandı. Midiya dövləti Manna dövlətinin ərazilərini işğal etdi. Manna dövləti Midiyanın kiçik müttəfiqi kimi çıxış edirdi. Ancaq sonralar Midiya Manna dövlətinin ərazilərini tamamilə işğal etdi. Bunu da qeyd edək ki, Manna Azərbaycan ərazisində yaranmış ilk dövlət idi. Manna dövləti süqut edəndən sonra Azərbaycanın cənubunda Atropaten adlı yeni bir dövlət yarandı. Makedoniyalı İskəndər Əhəməni hökmdarı 3-cü Daranı məğlub etdikdən sonra buraya yerli hakimlərdən canişinlər təyin etdi. Makedoniyalı İskəndər Əhəməni dövlətini süquta uğradanda Atropat hüzuruna gəlib ona boyun əyməmişdi. Buna görə də İskəndər onu satraplıqdan azad edib yerdə başqasını təyin etdi. Atropat böyük dövlət xadimi idi. O, İskəndərlə hərbi mübarizənin faydası olmasını başa düşdüyü üçün ona yaxınlaşmaq yolunu seçdi. Makedoniyalı İskəndər Atropatı ondan asılı vəziyyətdə olan hakimlərindən birini qoydu. Bu kiçik Midiya idi. İmperiyanın qalan hissəsini, Böyük Midiyanı isə Makedoniyalılar idarə etdilər. Eramızdan əvvəl 321-ci ildə Atropat müstəqil dövlətin hökmdarı oldu. Bu dövlət onun adı ilə bağlı Atropatena və Atropat Midiyası adlanırdı. Eramızın 20-ci əsrlərində Atropatena Parfiya dövlətinin hakimiyyəti altına düşərək süqut etdi. 226-cı ildə Sasanilər dövləti yarandı. 227-ci ildə isə Atropatena Sasanilər dövlətinin tərkibinə qatılaraq öz müstəqilliyini itirdi. Albaniya dövlətinin yaranması. Albaniyada 26 dildə danışan tayfalar var idi. Bu tayfaların içərisində Albanlar çoxluq təşkil edirdi. Strabon yazırdı ki, əvvəllər onlara hər bir qəbilənin öz hökmdarı var idi. İndi isə onlara bir hökmdar hakimdir. Hazırda Azərbaycanda Qafqaz dilli tayfalar da yaşayır. Bu Qəbələ rayonunun Niz kəndində Uytilər, Quba rayonunun Xınalıq kəndində Xınalıqlar, Buduq kəndində isə Buduqullardır. Və burada bu torpaqlara Qərbi Azərbaycan torpaqları, Dağıstanın cənub rayonları, Alazan Qanıq vadisi daxil olmuşdur. Burada varlara məxsus evlərin damları kirəmitlə örtülürdü. Yoxsulların evləri isə torpaqla və qamışla örtülürdü. Burada hökmlərdən sonra ən hörmətli şəxs Ay məbədinin baş kahini olmuşdur. Strabon yazırdı ki, Albaniyanın ordusu çox cəsur olmuşdur. Onlar zirehli paltar giyir və başlarına təbilqələr qoyurdular. Ətraflı məlumat üçün çox sağ olun uşaqlar. Qeyd edək ki, Albaniya dövləti haqqında Sənan Abdullayev, Atropatena haqqında isə Aytac Məmmədova məlumat verir. Xanımlar və cənablar, xoş gördük. Deyirəm bəlkə bəsdir bu qədər güldük. Atılı günlərimizə. Deyirəm bəlkə dəstək olaq bir-birimizə. Nə din imanımız kimi din iman qalıb, nə də insanlar kimi insan qalıb. Bəsdir kör elədik bilə-bilə gözümüzü. Deyirəm bəlkə vaxtı çatıb deyək sözümüzü. Güya dünya təşkilatları hər gecələr bizim üçün günahlayır. Bəsdir, yetər inanın öz alımıza, ağlayan bizik. Bizim ağlamalı gündə ağlayan özümüz. Bizim bizdən başqa dostumuz yox, azadlıqdan başqa arzumuz yox. Düşmənimin dostu düşməndir bizə, dostumun düşməni də düşməndir bizə. Ey mənim canım, mən əziz canım, mənim ilk beşiyim, mənim son ünvanım. Mən yaşamasam da həyatımı, də ki sən yaşa Azərbaycanım.
Mənim başımın tacı xaqanım, mənim namusum, mənim vicdanım. Al sənə halal olsun canım, də ki sən yaşa Azərbaycanım. Qarabağımız qalıb qara gündə, bizimsə fikirlərimiz onun bunun cibində. Hara baxırsan şov, hər saatımız şov, sanki ördüb keçər həyatımız şov. Hanı Qarabağımızın o sarı gəl, indi düşmən əlləri oynadır sarı telini. Gözləri yolda gözəli Qarabağım, indi həmin gözəldir bəzəyir düşmən yapın. Güya ki vətən sevib deyirik dan vətən, məgər ki ölməyir, çağlayır qan vətən. Kim ağlayacaq vətənin bu gününü, sən ağlasan öz günündən, mən isə öz günümdə. Göz yaşıyla qurmuşuq biz vətənimizi, daş üstə daş qoyub dikmişik ölkəmizi. Ey Azəriyəm deyən dərk elə, ya bu vətəni sev, ya da tərk elə. Ey mənim canım, mən əziz canım, mənim ilk beşiyim, mənim son ünvanım. Mən yaşamasam da həyatımı, də ki sən yaşa Azərbaycanım. Mənim başımın tacı xaqanım, mənim namusum, mənim vicdanım. Al sənə halal olsun canım, də ki sən yaşa Azərbaycanım. Fərqi yoxdur ya xaraba ya abadlıq, fərqi yoxdur ya zindan ya azadlıq. Hər kim ki tanımırsa öz millətini, demək o şəxs tanımır Allahını öz dilini. Düzdür, inkişaf edir vətənimiz, görəsən inkişaf edirmi bizim mənliyimiz? Biz əgər var olsa, biz əgər bir olsa, yaşadar bizi bu dünyada birliyimiz. And içirəm, biz də and içirəm, sevəcək biz ana vətəni ölənə qədər. And içirəm, biz də and içirəm, həyatımızın günəşi belə sönənə qədər. Demirəm keyf eləmə, get keyf elə, əsas odur ki ömrünü xalqına sərf elə. Xadır xalq üçün yaşayan azamir, Allah bizi qorusun, amin. Ey mənim canım, mən əziz canım, mənim ilk beşiyim, mənim son ünvanım. Mən yaşamasam da həyatımı, də ki sən yaşa Azərbaycanım. Mənim başımın tacı xaqanım, mənim namusum, mənim vicdanım. Al sənə halal olsun canım, də ki sən yaşa Azərbaycanım. Mən əziz canım, mənim ilk beşiyim, mənim son ünvanım. Mən yaşamasam da həyatımı, də ki sən yaşa Azərbaycanım. Mənim başımın tacı xaqanım, mənim namusum, mənim vicdanım. Al sənə halal olsun canım, də ki sən yaşa Azərbaycanım. Siyasi təzyiqlərin məngənəsində vətənin rifahını qorumağı bacaran, nəhəng imperiyaların caynağından öz dövlətini xilas etməyi bacaran Cavanşirin əmanətidir bizə bu vətən. Ərəb zülmünə qarşı əzmlə mübarizə aparan, bir gün azad yaşamağı 40 il kölə kimi yaşamaqdan üstün tutan, xalqın azadlığı uğrunda tikə-tikə doğranan Babəyin əmanətidir bizə bu vətən. 7-ci sinif şagirdi Aysunun Azərbaycan şeiri səslənsin. O günəşdir, işıq saçır, saçacaqdır zaman zaman. O başımın fərəh tacı, elim olam Azərbaycan. Bu cahanda o bir aləm, o bir polad, o möhtəşəm. Təbiəti dərdə məlhəm, suyum, havam Azərbaycan. Naxçıvandır, Lənkərandır, Qubadlıdır, Zəngilandır, hər bir yanı Gülüstandır, Şəki qalam Azərbaycan. Dağlarında duman təndir, saçlarına düşəndəndir, viran qalmış yurt vətəndir, Şuşa qalam Azərbaycan. O tarixdir daş qalalı, bərəkətli gen tərları, şirin şəkər bağayları. Mənim anam Azərbaycan, mənim anam Azərbaycan. 7-ci sinif şagirdləri ərəblərin istilasından sonra Azərbaycanda yaranmış feodal dövlətlər haqqında məlumat verəcək. Ərəb xilafəti zəiflədikdən sonra onun ərzində bir çox feodal dövlətlər yarandı. Bu feodal dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bu dövlətin ərazisi Dərbətdən Şuşaya qədər olan Azərbaycan torpaqlarını əhatə edirdi. 816-cı ildə
Heysam ibn Xalid Şirvanı müstəqil elan edərək Şirvanşah titulunu qəbul etdi. O, Şirvanın birinci rəsmi hakimi Yazid ibn Məzdədin nəvəsi idi. 9-cu əsrin sonu, 10-cu əsrin əvvəllərində Şirvanşahlar əvvəlcə Sacılara, sonra isə Salarilərə tabi olmuşdu. Bu dövlətin birinci paytaxtı Şirvan şəhəri olmuşdur. Əlverişli mövqedə Şirvanşah Əbu Tahir əlverişli mövqedə yerləşən Şamaxını bərpa edib, 908-ci ildə isə paytaxtı bura köçürmüşdür. Azərbaycan tarixində Şirvanşahlar ən uzun ömürlü dövlət kimi yadda qalmışdılar. Şirvanşahlar dövlətin 1538-ci ildə süqut etmişdir. Ərəb xilafətinin zəifləməsindən sonra Azərbaycanda yaranan feodal dövlətlərdən biri də Sacilər dövləti idi. Sacilər dövlətinin əsası 879-cu ildə Əbu Sac Sibdat tərəfindən qoyulmuşdur. Bu dövlətin paytaxtı Marağa şəhəri oldu. 912-ci ildə hakimiyyət başına Yusif ibn Sac keçdi. O, Ərəb xilafətinə göndərilən xəracı dayandırdı. Yusif ibn Sac dövlətin müstəqilliyini möhkəmləndirmək üçün Dərbənd səddini təmir etdirdi. Yusif ibn Sacın dövründə paytaxt Marağadan Ərdəbil şəhərinə köçürüldü. 10-cu əsrdə Sacilər dövləti feodallar arasında olan ara müharibələrin nəticəsində zəiflədi. Bundan istifadə edən Salari nəslindən olan Mərzban ibn Məhəmməd sonuncu Sacı hökmdarı Deysəmə döyüşdə qalib gələrək Sacilər dövlətinin varlığına son qoydu. 10-cu əsrin əvvəllərində Sacilər dövləti feodal ara müharibələrin nəticəsində zəiflədi. Baş vermiş siyasi çəkişmələr Salarilər nəslindən olan Mərzban ibn Məhəmmədə fürsət yaratdı. Mərzban ibn Məhəmməd 941-957-ci illərdə hakimiyyət başında oldu. 941-ci ildə sonuncu Sacı hökmdarı Deysəmə döyüşdə qalib gəldi. Paytaxt Ərdəbil Tarix Sacıların varlığına son qoydu. Salarilər dövlətinin sərhədləri qərbə doğru bir qədər də genişləndirdilər. Şimalda Şirvanşahlar dövlətinin özünə asılı hala salan Mərzban ibn Məhəmməd Dərbəndə əli keçirdi. Şərqi Gürcüstanı özlərindən asılı hala saldı. Nəticədə Salarilər dövlətinin sərhədləri şimalda Dərbənd keçidindən, cənubda Dəzəqar Fərat çaylarının yuxarı axarına qədər uzanırdı. Salarlərin hakimiyyəti dövründə Xəzər dənizində yerdə ticari gəmiləri üzməyə başladı. Azərbaycan yaxın və orta şərqdə həm iqtisadi, həm də siyasi cəhətdən daha qüdrətli bir ölkə kimi tanındı. Mərzban ibn Məhəmmədin ölümündən sonra oğulları və qardaşları arasında hakimiyyət uğruna mübarizəyə başlandı. Hakimiyyətə gələn Vəsudan feodalları öz tərəfinə seçir, hakimiyyəti möhkəmləndirirdi. Çox keçmədən hakimiyyətə Salari İbrahim gəldi. O dövlətin əvvəlki nüfuzunu qoruya bilmədi. Beləliklə 841-ci ildə Azərbaycan Salarilər dövləti süqut etdi. Azərbaycan tərəfindən 40 il mövcud olmuş dövlət kimi daxil oldu. Ərəb xilafətinin zəifləməsindən sonra Azərbaycanda yaranmış müstəqil dövlətlərdən biri də Şəddadilər dövləti idi. Şəddadilər dövlətinin əsasını 971-ci ildə Məhəmməd ibn Şəddad qoymuşdu. Şəddadilər dövlətinin ərazisi Kür və Az Salari arasında yerləşən torpaqları əhatə edirdi. Ölkənin paytaxtı Gəncə şəhəri olmuşdu. Şəddadilər dövlətinin hökmdarı olan Fəzl ibn Məhəmmədin dövründə Şəddadilər dövləti daha da qüvvətləndi. 1027-ci ildə Fəzl ibn Məhəmməd tərəfindən tikdirilən Xudafərin körpüsü Azərbaycanın şimali ilə cənubu arasında əlaqələrin genişləndirilməsinə səbəb olmuşdur. 1054-cü ildə Şəddadilər dövləti Səlcuqlardan asılılığı qəbul etdi və çox keçmədən Şəddadilər dövlətinin daxili müstəqilliyini itirdi və 1008-ci ildə dövlət süqut etdi. Azərbaycanda iri feodal nəsillərdən biri də Rəvvadilər idi. Ərəb nəsilləri Azərbaycanın cənubunda 8-ci əsrin sonunda Rəvvadilər dövlətini yaratmışlar. Salarilərin zəiflədiyi bir zamanda güclənməkdə olan bu dövlət yaranmış siyasi vəziyyətdən istifadə etdi. Rəvvadi Əbülhicə 981-ci ildə axırıncı Salari hökmdarı İbrahim ibn Mərzbanı taxtdan saldı. O ilk paytaxtı Ərdəbil şəhəri olan Rəvvadilər dövlətini yaratdı. Bütün Cənubi Azərbaycanın tabeyində saxlayan Rəvvadilər Muğanı da özlərindən asılı hala saldılar. Belə bir vaxtda paytaxt Ərdəbildən Təbrizə köçürüldü. Təbriz şəhəri ticarət yollarının qovşağında yerləşdiyi üçün sürətlə inkişaf edirdi. Beləliklə Rəvvadilər dövləti 1059-cu ildə süqut etdi. Böyük Səlcuq imperatorluğu dağıldıqdan sonra yaranan müstəqil dövlətlərdən biri də Azərbaycan Atabəylər dövləti idi.
Səlcuq Sultanı 2-ci Toğrul 1132-ci ildə Şəmsəddin Eldənizin oğlu Alparslan Atabəyə təyin etdi. Arran iqti olaraq Şəmsəddin Eldənizə verildi. Şəmsəddin Eldəniz 1136-cı ildə Eldənizlər dövlətinin əsasını qoydu. Eldəniz görkəmli sərkərdə və dövlət xadimi idi. Dövlətin iç paytaxtı Naxçıvan şəhəri idi. Eldəniz 1160-cı ildə Böyük Atabəy titulunu qəbul etdi. Sonra hakimiyyətə gələn Məhəmməd Cahan Pəhləvan 1175-1186-cı illərdə dövlət daha da qüvvətləndi və paytaxt Həmədan şəhərinə köçürüldü. Hakimiyyətə gələn Cahan Pəhləvanın kiçik qardaşı Qızıl Arslan 1186-1191-ci ildə Həmədan döyüşündə 3-cü Toğrula qalib gələrək xəlifənin razılığı ilə özünü sultan elan etdi. Özbəyin hakimiyyəti dövründə 1210-1225-ci ildə Atabəylər dövləti süqut etdi. Atabəylər dövləti cəmi 89 il hakimiyyətdə oldu. Heydər Əliyev 1923-cü il may ayının
üçündə mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində dəmiryolçu ailəsində anadan olmuşdur. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun Memarlıq Fakültəsində təhsil almışdır. Başlanan müharibə onun təhsilini başa çatdırmağa imkan verməmişdir. Heydər Əliyev 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, indiki Sankt-Peterburqda və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Tarix Fakültəsini bitirmişdir. Heydər Əliyevə 1967-ci ildə general-mayor rütbəsi verilmişdir. Nəhayət 1993-cü il mayın 10 oktyabrın 3-də Heydər Əliyev ümumxalq səsvermə nəticəsində Azərbaycan prezidenti seçildi. Lakin çox təəssüflər olsun ki, Heydər Əliyev 12 dekabr 2003-cü il tarixində Abşev Klivnik klinikasında 80 yaşında ürək çatışmazlığından yerli vaxtla səhər saat 10-da dünyasını dəyişmişdir. Kendi şehir hakaret gelir, gözü kör olur yadın. Azerbaycan deyende seni düşünürük biz. Azadlığı inanı halka sen danışmadın. Kendine bir zirvesen, küreklerini inleyecek. Dünenim bugünüm sen, seninledir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var. Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz. Sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde. Sana halaldır halal gülzü mehabbetimiz. Sen bu çetin zamanda gücümüz, kuvvetimiz. Sen bizim bu dünyada en büyük servetimiz. Milletin imzası var imzaların içinde. Sana halaldır halal bizim mehabbetimiz. Sen hele bizi versen, kürekler neyleyecek? Dünenin bugünüm sen, seninle bir gelecek. Ne kadar Azerbaycan, ne kadar bu millet var. Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Heydər xalqım deyəcək, xalq Heydər söyləyəcək. Dünenim bugünüm sen, seninle bir gelecek. Ne kadar Azerbaycan, ne kadar...
Arzu, keş bura gel. Sürme, qoy Ayşe kesin gözündən bura. Kalbimde kopar tufanlar. Her şey vatan için sen güçlü ol kal. Ayağa bitmezsin gücün. Yoluna kurban olar canım. Her şey vatan için. İndi kalk bak özünü, aç gözünü, gör bizi. İllerce ağladık, her dəfə köçdük bizi. İndi sabah cihad vaxtı, üzün ağır, qorxma qal. Vətən üçün canını verər, qanını tökər bir buxar. Düşmən indi sıx dişimi, qəzəbləndi, bozqurdum. Can yurdum, yad əlində, dayanma qal, güc vurdum. Gəl dostum, qan kustum, daha bəsdir, növbə bizdə ya Rəbbim. Nəzərin həmişə olsun üzərimizdə. İndi vur güllələri, qəlbələrin ot satsın. Dil çıxamır, damarlarda tək haray düşmən qaçsın. Ölü yalan, səndə doğru, bir icidin üzünə doğru, səndə doğru. Ədalət olarda yalan və doğru. Yurda doğru bu tək yoldur, qorxma qal. Vətən üçün qanını verər, qanını tökər bir buxar. Gedən yolda ölər igid, geri dönməz. Bir kələ yüksələn bayrağın bir daha heç vaxt etməz. Gönlümü yandırar, həsrətsizla yar için. Qəlbimdə qopar tufanlar. Hər şey vətən üçün sən güclü ol qal. Ayağa bitməzsin gücün. Yoluna kurban olar canım. Her şey vətən üçün. Can vətən nələr sən gördün amma əyilmədin. Nə xainlər, nə satqınlar, amma yenə yenilmədin. Enmədi ki bayrağın, tükənmədi bir an gücün. Lazım olsa dələr gücün, amma hər şey vətən üçün. Sənin gücün Çingizlər, yaşayırlar qəlblərdə. Sənin gücün mübarizlər, vuruşurlar cəbhələrdə. Külələrdə qalır çoxu, sərvətinsə göz dağı. Bir fərman yetər bizə, qaytararıq Qarabağ. Üç renkli bayrağın, hər gözün önündə. Azərbaycan səslənir, hər bir kəsin dilində. Şəhidlərin ölməzdir, günlər rahat yatır. Şəhidlərin ölməzdir, vətəni şəhidlər yaşatır. Gönlümü yandırar, həsrətsizla yar için. Qəlbimdə qopar tufanlar. Hər şey vətən üçün sən güclü ol qal. Ayağa bitməzsin gücün. Yoluna kurban olar canım. Hər şey vətən üçün. Gönlümü yandırar, həsrətsizla yar için. Qəlbimdə qopar tufanlar. Hər şey vətən üçün sən güclü ol qal. Ayağa bitməzsin gücün. Yoluna kurban olar canım. Hər şey vətən üçün. Sana.az Nasıl
tədbirimiz, Ümumilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr etdiyimiz toplantımız başa çatır. Bilmirik, hazırladığımız tədbir sizin nə qədər xoşunuza gəldi. Qüsurlarımız çox oldu, səhvlərimiz çox oldu. Əlbəttə ki, qüsursuz olmağı çox istəyərdik. Sizin hamınızdan buna görə üzr istəyirik. Ancaq bu tədbirin araya ərsəyə gəlməsində yardımı olan, köməyi olan texnik işçilərimizə, şagirdlərimə, əziz müəllim yoldaşlarıma çoxlu sağ olun deyirəm. Bugün Azərbaycan xalqının layiqli vətəndaşı olmaq hər birimizə nəsib olsun. Gün o gün olsun ki, Azərbaycan öz işğal altında olan torpaqlarını azad etsin. Və bax, bu bayraqlar altında rəqs edən körpələrimizin qulağı heç zaman atəş səsi, gözləri heç zaman kədər yaşı görməsin. Anaların min bir əzab əziyyətlə boya başa çatdırdığı övladları onların üzərinə şəhid kimi deyil, qazi kimi gəlsin. Qoy bu vətən torpağı, bax bu müqəddəs, üç rəngli Azərbaycan bayrağı hamımıza halal olsun. Çox sağ olun.